İzləyicimizdən belə bir sual var. Yüksək risk HPV çıxıb xəstədə, pap smear təmizdir, anal yoxlanış lazımdırmı? Xanım belə bir sual verir. Həkimim etmədi, narahat qaldım. İlkin olaraq onu bildirim ki, papilloma virusunun yüksək onkogen tipləri, 16-cı, 18-ci tiplər təkcə uşaqlıq boyunu xərçəngi yox, vulva, vagina və anal kanal, yəni düz bağırsaq xərçəngi də yaradır. Hansı xəstələrdə anal kanal yoxlanışı, anal kanal skrininqi aparılmalıdır? İlk olaraq uzun illər papilloma virusu 16-18-dən əziyyət çəkən xəstələr, hansı ki, hər yoxlanışda bu virus pozitiv çıxır xəstədə. İkinci, əgər xəstə uzun illər autoimmun xəstəliklərdən əziyyət çəkirsə, bura aiddir qırmızı qurd eşənəyi, revmatoid artrit və s. kimi xəstəliklər, hansı ki, bu xəstəliklərdə xəstə immun sistemi basqılayan dərman müalicəsi alır və bu fonda anal kanal xərçənginin inkişafı mümkündür. Orqan köçürülməsi icra olunmuş xəstələr də həmçinin immunsuppressiv müalicələr aldığı üçün bu xəstələrdə də əgər papilloma virusunun 16-cı, 18-ci tipi pozitivdirsə, mütləq anal kanal skrininqi aparılmalıdır. Əgər xəstədə tez-tez təkrarlayan genital ziyillər varsa, əsasda aralıq bölgədə, anal kanal ətrafında, əgər bu ziyillərə qarşı müalicə aparılır, ziyillər yandırılır, amma təkrar residiv verirsə, bu xəstələrdə də mütləq bu xərçəngin önlənməsi üçün müayinə aparılmalıdır. İnsan immunodefitsit virusundan əziyyət çəkən xəstələr, hansı ki, bu xəstələrdə əgər papilloma virusunun 16-cı, 18-ci tipi pozitivdirsə, mütləq bu xəstələrdə anal kanal yoxlanışı etdirməlidirlər və əgər xəstədə təsdiqlənmiş uşaqlıq boyunu xərçəngi varsa və yaxud sin 2, sin 3 biopsiyada aşkarlanıbsa, yəni displaziyanın yüksək riskli tipləri aşkarlanıbsa, mütləq bu xəstələr anal kanal yoxlanışı etdirməlidirlər.